Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və perakəndə satışı və istifadəsinə dair qadağanın tətbiq müddəti dəyişir. Cross Media xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq tütün və tütün məmulatı haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, layihəyə əsasən nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapıb. İkinci oxunuşda müzakirəyə təqdim edilən layihədə isə bu müddət 2026-cı il 1 aprel ilə əvəzlənir. Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılan zaman Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmir Aslanov qadağanın tətbiqi müddətinin dəyişdirilməsini təklif etmişdi.